Salam, hər birinizi xoş gördük. Bugün sizinlə informatika və onun əsasanları mövzusuna aid 30 sualdan ibarət sınağa birlikdə baxacağıq. Hər bir sual addım-addım izah olunacaq. Elə isə vaxt itirmədən başlayaq. Birinci sualda bizə deyir ki, yaddaşda mətn, qrafik və audio tipli informasiyalardan ibarət 25 KB informasiya vardır. Əgər yaddaşdan 7 KB audio, 460 KB qrafik, 560 KB mətn tipli informasiya silinərsə, qovluğun həcmi neçə KB olar? Əgər belə tip suallarda silinərsə sözü verilibsə, bu qeyd olunmuş həcmləri çıxmalıyıq. Əgər əlavə edilərsə, daxil edilərsə və s. tipli sözlər gördükdə isə toplamalıyıq. İndi silinərsə deyə çıxacaq. Bizim ilkin həcmimiz 25 KB-dir. Çıxıram 7 KB, 462 byte və 562 byte. Kilobayt dediyinə görə hesablamamı kilobayt üzərindən aparacağım. Ona görə burada hər ikisi kilobaytdadır, bir dənə bunlar baytdadır. Bunları da kilobayta keçirməliyik. 25 kilobaytdan 7 kilobayt çıxıram, eləyir 18 kilobayt. 462 baytdan 562 baytdır. Hər ikisinin qabağında mənfi olduğuna görə mənfini qabağa çıxardıb 462 üstə gəl 562 bayt kimi yaza bilərik. Bu bizə verir 1024 bayt. Bilirik ki, ardıcılığımız byte, kilobayt, megabayt, gigabayt və s. şəklində davam edir. Hər bir arasında fərq 210, yəni 1024 qədərdir. Bir dənə istisnamız var idi, bitdən keçid eləyəndə burada 203, yəni 8 qədərdir. İndi byte, kilobayt arasında 1024 qədərdir. Kiçikdən böyüyə keçdiyimə görə bölürəm, kebab qaydasına görə kiçikdən böyüyə keçəndə bölməliyəm. 1024 baytı 1024'e böləndə edir 1 kilobayt. 18 kilobaytdan 1 kilobaytı çıxanda qalır 17 kilobayt. Cavab oldu D variantı. Növbəti sual. İkinci sualda bizə deyir kitabın səhifəsində 32 sətr, hər sətirdə 512 simvol vardır. 320 kilobaytlıq faylda bu kitabın neçə səhifəsini yerləşdirmək olar? Deməli, bizdən soruşur səhifə sayını. Ümumi olaraq həcm düsturumuz bərabərdir sətr sayı vurulsun səhifə sayı vurulsun simvol sayı şəklindədir. Və həmçinin burada kod da qeyd olunur. Kod nədir? Kod deməli ASCII-dirsə 1 baytda, Unicode-dirsə 2 baytdan hesablanır. Onu da qeyd edim ki, əgər sualın içərisində ASCII və ya Unicode verməyibsə, hər bir simvol standart olaraq 1 baytdan hesablanır. Və simvol məsələlərinin cavabı baytla ifadə olunur. İndi baxıram, həcm bərabərdir qalan hamısının hərsinə. Həcmi yerinə qoyuram 320 kilobayt. Bayaq dedik ki, baytla ifadə olmalıdır. Ona görə gəlin bunu bayt kimi ifadə edək. 320 kilobayt neçə baytdır? Böyükdən kiçiyə keçirəm, vuracağam. Kilobaytla bayt arasındakı fərq 210 qədərdir. Vurdum 210-a. Bunu baytla ifadə etdim. Həcm bərabərdir dedim qalan hər şeyin həsili. Sətir 32, 205 vurulsun. Səhifə sayı məlum deyil. A yazıram, vurulsun. Simvol sayda 512, yəni 209 qədərdir. İxtisarlarımı aparıram. 209-dan 210 getdi, burada qaldı 2. 205 32 deməkdir. 32 ilə 320 getdi, qaldı 10. Onu da 2-yə vursaq, A bərabərdir 20. Səhifə sayımız 20 dənəymiş. Növbəti sualımız. 1 megabayt üstəgəl 321 kilobayt neçə kilobaytdır? Kilobaytla ifadə olmağını istəyir. Ona görə bütün vahidləri kilobayta gətirməliyik. 1 megabayt neçə kilobaytdır? Bilirik ki, kilobaytla megabayt arasında 1024 qədər fərq var. Böyükdən kiçiyə keçsəm deyə vuracağım. Biri vururam 1024-dür, deyir 1024 kilobayt. Üstə 321 kilobayt bərabərdir 1345 kilobayt. Cavab olur Y variantı. Əsas diqqət etməliyik ki, hamısı eyni vahiddə olsun. Növbəti sual. 5 baytla kodlaşdırıla bilən simvolların maksimal sayı nə qədərdir? Bilirik ki, əlifbadakı simvolların sayı böyük N bərabərdir 2 N ilə hesablanır. N burada bir simvolun tutduğu yerdir və bitrə ifadə olunur. Əgər sualın içərisində maksimal sözünü görürsünüzsə,
onda sizə verilmiş vahidi bitlə ifadə edib 2-nin qüvvətinə qaldırın. Maksimal sözünü görəndə 2-nin qüvvətinə qaldırmalıyıq və bitlə ifadə etməliyik. 5 baytım neçə bitdir? 5-i vuracağım 8-ə, çünki 1 baytım 8 bitdir. Eləyəcək 40 bit. Dedim ki, əgər maksimal sözünü gördüksə 2-nin qüvvətinə qaldırırıq. O deyir 2 üstü 40. Olur A variantı. Növbəti sualımız. 35 simvoldan ibarət mətn yaddaşda 70 bayt yer tutur. Mətnin yazıldığı əlifbada bir simvol neçə bit yer tutar? İndi baxıram ki, hər bir simvolum nə qədər yer tutur. Əgər 35 simvolum 70 bayt qədər yer tutubsa, bir simvolum x bayt. X bərabərdir 70 bölü 35 eləyir 2 bayt. Məndən bitlə soruşur. 2-ni vuracağım 8 eləyəcək 16. Deməli, bir simvol 16 bit yer tutur. Əgər bu əlifbada olan simvolların sayını soruşsaydı, 16-nı 2-nin qüvvətinə yüksəldərdik. 2 səhifəli informasiya yaddaşda 300 bayt yer tutur. Birinci səhifədəki informasiyanın həcmi ikincidən 3 dəfə çoxdur. Birinci səhifədə neçə simvol var? Deməli, 2 dənə səhifəm var. Birincidəki ikincidən 3 dəfə çoxdur. Yəni, ikinci x-dırsa, birinci 3x-dir. İndi deyək ki, bunun ümumi həcmi 300 baytdır. 3x üstəgəl x bərabərdir 300 bayt. 4x bərabərdir 300 bayt. X bərabərdir 75 bayt. Məndən birinci səhifəni soruşur. 75-i 3-ə vuracağım 225 bayt. Sualın şərtində mənə ASCII və ya Unicode olduğu verilmədiyinə görə bir simvolu 1 baytdan götürəcəm. Yəni standart olaraq ASCII kimi götürəcəm. Əgər bir simvol 1 baytdırsa, neçə dənə simvolum 225 bayt olar? Ya da 225 dənə simvolum 225 bayt olar. Deməli, növbəti sualımızda bizə deyir ki, bu və ya digər informasiyanın alınması mümkünlüyünün ölçüsü informasiyanın hansı xəssəsini əks etdirir? Alınması mümkünlüyünün ölçüsü onun əlçatanlıq xəssəsidir. Tamlıq xəssəsində onun qərar qəbulu üçün kifayət qədər olması lazımdır. Aydınlıq xəssəsi onu göstərir ki, informasiya əldə edən şəxs tərəfindən başa düşülən olsun. Obyektivliyi heç kimin fikir və ya mühakiməsindən asılı olmamasıdır. Adekvatlığı isə iki tərəfimiz vardır. Ya məqsəd və vəzifələrə cavab versin, ya da işin real obyektiv vəziyyətinə uyğun olsun. Növbəti sualımız. 6 səhifəlik məlumatın yazılması üçün 64 simvol əlifbadan istifadə edilmişdir. Hər səhifə 30 sətirdən ibarətdir. Məlumatın tutduğu yer 8775 baytdır. Hər sətirdə neçə dənə simvol var? İndi gəlin hesablayaq. Həcm bərabərdir bilirik ki, simvol əlifbalarda cavab bitlə çıxır. Həcm bitlə bərabərdir sətir, səhifə, simvol və əlifbada bir simvolun tutduğu yerin hasilinə. İndi, gəlin əvvəlcə görə əlifbada bir simvol nə qədər yer tutur? 64 simvol əlifbadırsa, 64 bərabərdir 2 üstü 6 yazıb qüvvətini götürəcəm. Yəni, bir simvol 6 bit qədər yer tutur. İndi, həcm 8775 baytdır. Dedik, əlifba məsələsi bitlə ifadə olunur. Ona görə baytdan bitə keçək ki, işimiz rahat olsun və biz hesablamanı eyni vahidlər üzərində aparmalıyıq. Baytdan bitə keçmək üçün vurmalıyam 8-ə, çünki böyükdən kiçiyə keçsəm. Bərabərdir. Səhifə 6, sətir 30, simvol sayı onsuz məlum deyil. Bir simvolda 6 bit qədər yer tutur. İndi gəlin ixtisarlarımızı aparaq. Hər ikisini 3 ixtisar aparsam, burada qalar 2925, burada qalar 2. Daha sonra bunu da 3 ixtisar aparsam 975 qalar, burada qalar 2. Yenə də burada köşəni ixtisar aparsam 325, burada qalar 10. 5-ə böləsi olsam burada qalar 65, burada qalar 2. Bu 2-nin hər üçü də bizə 8 verir. Bundan gedər x olar 65. İxtisarı necə aparmaq bir balaca sizin özünüzdən asılı olandır. Yəni, fərqli üsullarla ixtisar apara bilərsiniz. Əsas odur ki, sonunda gəlib 65 cavabını alaq. Simvol sayım 65 dənə imiş.
Aşağıdakı cümlənin mətn redaktorunda yazıldığını nəzərə alaraq onda olan bitlərin sayını təyin edin. Bu tip suallarda bilirik ki, əgər dırnaqda versəydi, kənardakı dırnaqları nəzərə almayacaqdıq. İndi bitlərin sayını tap deyil. Gəlin əvvəlcə görək neçə dənə simvol var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 dənə simvolum varsa, deməli 18 byte qədər yer tutur. Çünki gördüyümüz kimi ASCII Unicode vermir, standart olaraq ASCII kimi götürüb bir simvolu 1 byte-dan sayırıq. Mənə bitlərin sayı dediyinə görə byte-dan bitə keçəndə 8-ə vururam, çünki böyükdən kiçiyə keçirəm, vurmalıyam. 18-i də 8-ə vursaq eləyər 144 bit. Cavab olur C variantı. Qayda kompüterdə ötürən siqnallar yadınızda saxlayın. Kompüterdə olan proseslər diskretdirlər. Yəni rəqəmsaldılar. 256 Hz diskretləşmə tezliyi ilə 2 kanallı stereo audio yazılır. Səs yazma 65 səviyyəli diskretləşmə ilə aparılaraq 4 dəqiqə 16 saniyə davam edir. Hər bir siqnalın mümkün minimal və eyni sayda bitlərlə kodlaşdırıldığını nəzərə alsaq, audio faylın həcmi kilobaytla taplayır. Bilirik ki, səs məsələsində həcmi tapanda hər şeyi bir-birinə vururuq. Amma burada bizə səviyyəli rəqəmin yanında birbaşa səviyyə sözünü yazaraq verdiyinə görə bunu neyini yedik? 2-nin qüvvəti kimi göstərib üstünü yazırdıq. İndi 55 2 üstü 5 ilə 2 üstü 6-nın arasında gedir. 2 üstü 5 və 2 üstü 6. Və biz üstü böyük olanı götürürük. Deməli 6-ya vuracam. Həcm bərabərdir. 256 Hz diskretləşmə tezliyindəndir. Yazıram 2 üstü 8 vurulsun. 2 kanallıdır. 2 səviyyəyə görə vururam 6-ya. 4 dəqiqə 16 saniyə 256 saniyədir. Bilirsiniz ki, saniyəli ifadə olunmalıdır. 256 2 üstü 8 demək. Və biz cavabı tapırıq bitlə. Çünki səs məsələsidir. Amma bizə kilobaytla istəyir. Bitdən kilobayta keçəndə kiçikdən böyüyə keçirəm. Ona görə bölməliyəm. Bölürəm 2 üstü 13-ə. İxtisarlanma aparıram. 2 üstü 8-dən 2 üstü 13 getdi, qaldı 2 üstü 5. 2 üstü 5-dən 2 üstü 8 getdi, burada qaldı 2 üstü 3. 2-ni 2 üstü 3-ə vursam, elə bir 8-i 2-yə vuraram. 16, 16-ını da 6-ya vurarıq. 96 kilobayt. Cavab olur Y variantı. Bir simvolu kodlaşdırıla bilən bitlərin sayı 4-dən 5-ə qaldırılarsa, kodlaşdırıla bilən simvolların sayı nə qədər artar? Yəni deyək ki, əgər bir simvolun tutduğu yer 4 olsa, əlifbamda neçə simvol olacaq? Sonra 5-ə qaldırsam əlifbamda neçə simvol olacaq? Və nə qədər artacaq? Gəlin görək, bir simvol 4 bit yer tutanda əlifbada neçə simvol olur? Yəni neçə simvol kodlaşdırıla bilir? 2 üstü 4, yəni 16 qədər. Sonra bunu 5-ə artırdım. Yəni bir simvolum 5 bit yer tutdu. İndi bu maksimum neçə simvol kodlaşdıra bilər? Yəni bunun əlifbasında neçə simvol ola bilər? 2 üstü 5, 32 qədər. Nə qədər artdı? 32 çıxar. 16 simvol artdı. İnformasiya miqdarını ölçülən vahidlərin azalma sırasından düzgün deyil. Ardıcılığımız necədir? Bitlə başlayırıq. Sonra keçirik byte, kilobayt, megabayt, gigabayt, terabayt. İndi azalma deyil. Ən çoxu terabayt 1, sonra gigabayt 5, megabayt 4, kilobayt 3, bayt 2. 1, 5, 4, 3, 2. Olur B variantı. Unicode kodlaşmasında olan 1,69 megabayt mətin 1,44 megabayt tutma malik disklere köçürülür. Birinci diskin tam dolduğunu nəzərə alaraq ikinci diskə köçürülmüş simvolların sayını tapın. Ən maraqlı suallardan biridir. Elə bir ki, 2 dənə diskim var. Mətnim 1,69 megabaytdır. Bir diskimdə 1,44. Mən bu 1,44'ü tam doldurdum. Birinci diskim tam doldu. Yəni 1,69'un 1,44'ü bura gəldi. Qalanı getdi ikinciyə. 1,69'un 1,44'ü bura gəlsin. Nə qədər qaldı? Bunları çıxaram. 0,25 megabayt. İkincisi bura gəldi. İndi ikincidəki simvolun sayını tap. Simvol sayı mixdir. Bir dənəsi Unicode'dur, 2 bayt yer tutur.
bərabərdir 0,25 4də 1 deməkdir. Megabaytdır. Bilirsiniz ki, simvol baytla ifadə olunur. Megabaytdan bayta keçəndə də baytdan sonra gəlir kilobayt, sonra megabayt. 2 addım gedirəm, 2 üstü 20 qədər böyüyürəm. İndi böyükdən kiçiyə keçirəm deyə vururam 2 üstü 20. İxtisarlara aparaq. 4 2 üstü 2-dir. 2 üstü 2 ilə 2 üstü 20 getdi, qaldı 2 üstü 18. Buradakı 2 ilə də bir dənəsi geçsə, qalar 2 üstü 17. Neçə simvol köçürülür? 217 simvol. Növbəti sualımız deyir, 32 saniyəlik yüksək keyfiyyətli audio faylın həcmini tapın. Burada 16 bit 44 kHz də verib ki, biz əziyyət çəkməyək. Həcm bərabərdir. Həcmi soruşduğuna görə hər şey bir-birinə vuruluq. 32 saniyə 2/5, 16 bit 2/4, 44 kHz yazam 44 vurulsun 1000. Biz bunun cavabını bilirsiniz ki, səs məsələlərində cavab bitlə çıxır. Məndən görürsünüz kilobaytla istəyir. Bitdən kilobayta keçəndə 2/13-ü bölməliyəm. 2/5-dən 2/4, 2/9 eləyir. Bundan ixtisar aparsam. Burada qalar 2/4. 4-ə bölsəm 11 qalır. 4-ə böləsi olsam 2/4, 16-dır. 4-ə bölsəm 4 qalır. 4-lə 1000 getdi 250. Cavabımız olur 2750 kilobayt. 11-i 250 vurdu. Növbəti sualımız. Şəbəkə ilə ötürülməzdən əvvəl verilənlər elə kodlaşdırılır ki, informasiyanın 20% artır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 10 MB bölünsün saniyə olarsa, ilkin həcmi 50 MB olan faylı kodlaşdırdıqdan sonra ötürmək üçün neçə saniyə tələb olunar? Deməli, deyir ki, şəbəkəyə narı ötürəndə bunun həcmi 20% artacaq. İlkin həcmi 50 MB-dırsa, bu bunun 100%-idir. 20% artıq neçə faiz olacaq? 120%. 120% x. Əgər azalıb desə 100-dən 20 çıxıb 80%-ni tapacaqsınız. İndi artı deyə 100-ün üstü 20%-i gəlirəm. X bərabərdir 50 vuraq. 120 bölünsün 100. Sıfırlar getdi. 60 megabayt. Bu yazılış bunun sürətidir. Bu yazılış 10 megabayt bölünsün saniyə bu deməkdir ki, 1 saniyə 10 megabayt informasiya ötürülür. İndi neçə saniyə tələb olunar? X saniyə 60 megabayt. X bərabərdir 60 bölünsün 10, 6 saniyə. Word mətn redaktorunda yığılmış faylın hər səhifəsi yaddaşda 8 kilobayt yer tutur. Ümumi tutumu 8 kilobayt olan bu fayl 10% sıxılmışdır. Bundan sonra fayl neçə səhifədən ibarət olacaq. İndi sizə qızıl kimi bir qayda deyirəm. Çox vacibdir. Yadda saxlayın. Arxivləşmə suallarında, yəni bir fayl 10% sıxılırsa, bu heç vaxt onun səhifə sayına təsir göstərməz. Heç vaxt. Yəni, bir səhifəsi 8 kilobaytdır, X səhifəsi 800 kilobayt. Çünki ümumi tutumu 8 kilobayt. X-i tapıram 800 bölünsün 8. Yəni 100 dənə səhifəsi var. Burada o 10% sıxıldı, 50% sıxıldı, 75% sıxıldı, heç bir önəmi yoxdur. Səhifə sayı heç vaxt dəyişməz. 100 səhifə olaraq da qalacaq. Aşağıdakılardan hansı informasiya proseslərinə aid deyil? Bilirik ki, informasiya prosesləri 4 dənədir. Toplanması, saxlanması, emalı, ötürülməsi. Bu da emalı yazılmalıydı. Toplanması var, ötürülməsi var, emalı var, saxlanması var. Tamlığı deyə bir informasiya prosesi yox. İnformasiya prosesi faydası üçün yaddaşda nə qədər yer ayrılar? Dedik ki, dırnaqları saymırıq, simvolları sayırıq sadəcə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 boşluqda sayılır. 13, 14, 15, 16, 17, 18, 19. 19 bayt qədər yer ayrılar. İnformasiyanın cari zamana uyğunluğu onun hansı xəssəsini əks etdirir? Cari zamana uyğunluğu onun aktuallığıdır. Növbəti sualımız. Aşağıdakılardan hansı informasiyanın verilmə üsulu deyil? Bilirik ki, informasiyamızın 5 dənə verilmə üsulu var. Mətin, ədədi, qrafik, səs, yəni audio və kombinasiyalı.
Video formasında informasiyamızın verilmə üsulu yoxdur. O informasiyamızın növünə aiddir, verilmə üsuluna yox. Növbəti sualımız. Bu da çox maraqlı suallardan biridir. Deyir, Lenovo sözünü kodlaşdırıla biləcək minimal simvol əlifbada bir simvolun yaddaşı neçə bitdir? Deməli, bu tip suallarda əvvəlcə baxmalıyıq ki, mən bu sözü yazmaq üçün mənim minimal neçə simvol lazımdır. Yəni, neçə simvol əlifbadan istifadə edə bilərəm. Lenovo sözündə fərqli hərflərə baxırıq. L, E, N, O, V. 5 dənə fərqli hərfim var. Eyni olanları çıxırıq. Yəni, oradan bir dənə var, bəsdir mənə. 5 simvollu əlifba lazımdır mənə deməli. 5 simvollu əlifbada bir simvolun tutduğu yeri tapmaq üçün nə etməliyəm? 2-nin qüvvət kimi göstərməliyəm. 5-i 2-nin qüvvət kimi yaza bilmirəm. 2 qüvvət arasına salıb, üstü böyük olanı götürürəm. Yəni, bir simvol 3 bit qədər yer tutar. Hansısa informasiyanın növlərini tam əks etdirir. Baxırıq, diskret informasiyanın növü deyil, formasıdır. Analog informasiyanın formasıdır. Məntiqi, mətin, audio, video. Burada heç bir problem yoxdur. Tam deyə bir informasiya növü yoxdur. Dəqiq deyə informasiya növü yoxdur. Ona görə cavab olur C variantı. Faili 25% arxivləşdirdikdən sonra həcmi 6 MB oldu deyil. Fail arxivləşdirilməmişdən əvvəl neçə megabayt idi? İndi arxivləşdirmək onu sıxmaq deməkdir. Mən bir faylı 25%-ni sıxmışamsa, deməli onun 75%-i qalıbdır. 20% sıxsaydım 80%-i qalacaqdı. İndi 25%-i sıxılıb, yəni bunun 75%-i qalıb. 75%-i də 6 MB. Arxivləşməmişdən əvvəl, yəni bu 100% olanda nə qədər idi? X. X bərabərdir 100 vurulsun 6 bölünsün 75. 25-i ixtisar aparsam 4, burada 3 qalar. 3-ü ixtisar aparsam 2, 4 dəfən 2, 8 MB. Deməli, arxivləşməmişdən qabaq 8 MB həcmi var imiş. 272 simvol əlifbada hər simvol yaddaşda neçə bayt yer tutur? 272-ni 2-nin qüvvət kimi yaza bilmirəm. 2 qüvvət arasına salıram. 2 üstü 8 ilə 2 üstü 9, yəni 256 ilə 512 aralığında yerləşir. Üstü böyük olanı götürürəm. Yəni 9 bit qədər yer tutar ki, bir mexaniki səhv olub. 256 səhifəli kitabın hər səhifəsində 16 sətir, hər sətirdə 32 simvol var. Bu kitab Unicode sistemi ilə kodlaşdırılsa, yaddaşda nə qədər yer tutar? Həcm bərabərdir hər şeyin hasilinə. 256 2 üstü 8, 16 sətir 2 üstü 4, 32 simvol 2 üstü 5, Unicode deyək 2-yə vurmalıyam. Cavab adətən kilobaytlandır. Gəlin birinci kilobayta keçək. Simvol baytdan ifadə olunur. Kilobayta keçmək üçün 2 üstü 10-a böləcəm. 208-dən 2 üstü 10 getdi, burada qaldı 4, yəni 2 üstü 2. 2 üstü 2 ilə 2 üstü 4 getdi, burada qaldı 2 üstü 2. Bu da 2 üstü 1-dir. Bunlar bir-birinə vurası olsaq 2 üstü 8 eləyər. 2 üstü 8-də 256 kilobayt. Cavab olur D variantı. İnformasiyanın hansı formaları var? Bilirik ki, informasiyamızın 2 dənə forması var. Analog və rəqəmsal. Analog digər adı ilə kəsilməz, rəqəmsal isə diskret və ya kəsilən informasiyadır. Qovluğun daxilində ümumi həcmi 8 MB olan fayllar var. Əvvəlcə qovluqdan 1536 kilobayt həcmində informasiya silinib, sonra isə 3584 kilobayt həcmində informasiya yazıldıqdan sonra qovluqdakı ümumi faylların həcmi neçə megabayt olar? Biz bayaqlarda nə dedik? Dedik ki, əgər silinirsə çıxırıq, daxil edilir, əlavə edilir, yazılırsa üstə gələcək. 8 megabaytdan çıxıram 1536 kilobaytı, çünki silinib deyil. 3584 yazılıb amma. Üzərinə gələcəm 3584 kilobayt. Bərabərdir. Məndən megabaytdan istəyir, ona görə gəlin əvvəlcə bir dənə bunu sadələşdirək. 8 megabayt olduğu kimi saxlayıram. Daha sonra mənfi 1536-nın üzərində 3584 gələndə və ya 3584-dən 1536-nın çıxanda eləyir 2048 kilobayt. Kilobaytdan megabayta keçmək üçün kiçikdən böyüyə keçirəm. Bölməliyəm 1024-ə. İndi 8 megabaytın üstünə. Bunu 1024-ə bölsəm 2 megabayt eləyəcək. Gəldim 2 megabayt. 8-dən 2-ni toplayıram 10 megabayt.
Cavab olur Y. Hesablama prosesi bir balaca sizdən asılıdır. Dediyim kimi, əgər istəsəz bunları burada bəri başdan 1024-ə bölərdiniz. Bu eləyərdi 1,5, bu da eləyərdi 3,5. 8 megabaytdan 1,5 megabaytı çıxıb yazardınız 6,5 megabayt. Onun da üstə yenidən 3,5 megabayt yazıb yenə 10 megabayt alardınız. Yəni sizin özünüzdən asılı olaraq fərqli metodlarla hesablama apara bilərsiniz. Növbəti sualımız deyir, printerin çap sürəti saniyədə 2 kilobaytdır. Əgər səhifədə 48 sətir 64 simvol yerləşərsə, 20 səhifənin çapı üçün 3 saniyə vaxt tələb olunur. ASCII-də kodlaşdırılıbdır. Deməli, gəlin əvvəlcə görək mənim həcmim nə qədərdir, sonra görüm onu ötürməyə nə qədər vaxt sərf etmişəm. Həcm bərabərdir. ASCII-dədirsə bir simvol 1 bayt. 48 sətir yazılan 48 vurulsun. 64 simvol 206. Səhifə sayı 20. Baxın, mən bunu simvol məsələsidir, baytla tapacağam. Görürəm ki, sürət kilobaytdandır. Gəlin bəri başdan kilobayta keçək. Qoy hesablama rahat geçsin. Baytdan kilobayta keçəndə 200-lə bölürük. Çünki baytla kilobayt arasında bir addım fərq var. Kiçikdən böyüyə keçəm deyə bölürəm. 206 ilə 210 getdi, burada qaldı 204, yəni 16. 16 ilə 48 getdi, burada qaldı 3. 3'ü 20'ye vururam, 60 kilobayt. Birinci cümlədə mənə nə deyildi? Saniyədə 2 kilobaytdır sürət. Yəni 1 saniyə 2 kilobayt informasiya ötürür. X saniyə nə qədər tapdım? 60 kilobayt. X bərabərdir 60 bölək 2, 30 saniyə. Nə qədər vaxt tələb olundu? 30 saniyə. Və sonuncu sualımız. 3 kilobayt 772 bayt, üstə gəl 2 kilobayt 252 bayt. Cavabı baytla hesabla deyil. İndi belə tip suallarda yadda saxlayın. Aradakı əməl toplamadır. Əgər kiçik formada verilirsə, bu toplama deməkdir. Yəni, bu deməkdir ki, 3 kilobayt üstə gəl 772 bayt, üstə gəl 2 kilobayt, üstə gəl 252 bayt. Cavabı baytdan istəyirdiyi hamısını bayta keçəcəm. Kilobaytdan bayta keçəndə böyükdən kiçiyə keçsəm deyə vururam. Baytla kilobayt arasında fərq də 1024 qədərdir. 3024'ə vursam eləyəcək 3072 bayt. Üzərinə gəldim 772 bayt. Üzərinə gəldim 2 bonusda bayt idi, dəyişmədim. 2 kilobayt yenə bayta keçmək üçün vururam 1024'ə 2048 bayt. Onun üzərinə gəldim 252 bayt. Bərabərdir. Bunların hamısını toplasaq cavab eləyəcək 6144 bayt. Cavab oldu B variantı. Beləliklə, bu dərsdə informatika və onun əsas anlayışları mövzusuna aid 30 sualı birlikdə addım-addım izah etdik. Testlərlə bağlı suallarınız olarsa şərh bölməsində yaza bilərsiniz, məmnuniyyətlə cavablandıraram. Videonu faydalı hesab etdinizsə kanala abunə olmaq və yeni dərslərdən vaxtında xəbərdar olmaq üçün bildirimləri aktiv etməyi unutmayın. Növbəti videomuzda isə magistratura imtahanının növbəti vacib mövzularından biri olan say sistemləri mövzusunu birlikdə öyrənəcəyik. Növbəti videoda görüşənədək sağ olun.